Azərbaycanın ictimaiyyəti səviyyəsində böyük işlərə imza atmış Elmar bəndir. Və çox hörmətli qazilərimiz məclisimizə iştirak edirlər. Salamımızı qəbul edəsinlər. Bir bərabərimizə buyursunlar. Elmar bəndir böyüyüyle hörmətli qazilərimiz. Salamlayırım. Dəyər qardaşımıza gözün aydın olsun deyirəm. İnşallah böyük oğlan olsun. Həmişə şad sədalarını işlə inşallah. Atası kimi vətəninə, devlətinə, millətinə layiqli bir evlad olsun inşallah. Allah mübarək eylesin. Aldı, sizlə şərəf hissi duyuruq. Gördüğünüz işlərə, attığımız imzalara görə təşəkkürümüzü qəbul edeyim. Çox hörmətli qazilərimiz, Allah həmişə başınızı uca eyləsin. Xoş görüşdük sizlərin hər biri ilə. Mən də bütün məclislər sağlayıram. Sizlərə çox sağ olun, bizə yerdə söz verdiyiniz üçün. Mən də Xeyal bəyi təbrik edirəm. İnşallah evladın böyük toy məclisini görə. Xeyal inşallah o evladın sən də evladına fəxr eləyəsən. İnşallah adını doğrulurlar və təmizə müqəddimdən layiqli olurlar. Mən də Allah xoşbəxt olsun deyirəm. İnşallah sizin qapınızda həmişə xeyir işlərə, gözəl günlərə gələk. Allah xoşbəxt eləsin. Sağ olun. Xeyal, mübarəkdir qardaşım. Biz əlbəttə ki 10 milyon insanın xoşbəxtlik canımızdan keçən olanlarıq. Hər birimiz. Nə qədər Azərbaycanda döyünən qəlblərimiz var, nə qədər döyünən qəlblər bizim anamız və bacımızdır. Biz əlbəttə ki qolumuzdan, əzamızdan, ayağımızdan, ümumiyyətcə psixologiyamızda keçən olanlarıq. Gəlin gün içində biz birimizin valideynlərimizin onlara alqışlayalım. Sizdən zəhmət olmasın. Hər birimiz. Onlar bizim başımızın tacıdırlar, əlbəttə ki. Xoşbəxtdir. Biz yaxşı döyünən qəlblər var Azərbaycan. Nə qədər varsa anamız, bacımız, biz onlar üçün onların döyünən qəlbləri və onlar da bizim döyünən qəlblərimizdir. Evladdır. Yaxşı düşüncə tərzi olan ağıllı evladdır. Bu gözəl balalar ki var, bizim qazi balalarımız. Sizə atanızın zəhməti, ananızın süzü halal olsun. Daha kardeş balası çok güzel çıkış elədi ki biz valideynlərimiz üçün, bizi dünyaya getiren valideynlər, ana bacı üçün nəyimiz olsa onunla keçməyə hazırıq. Bak Azərbaycanımızın birliği budur. Qeyrət hiylə bilməz. Ona göre de haşa hürmətdən Türkünün aslanla arası yoktur. Gerek yanasan ki derdi qanasan, ağrı bilmeyeni yarası yoktur. Arsızlar yanmağı cana qəsd edər. Nə qayğı, nə qiymət, nə həvəs bilər. Müqəddəs hamıya müqəddəs bilər. Çünkü ürəyinin qarası yoktur. Herkes öz üstüne sala köyünü, açıla dünyanın möhnət düyünü, nəsib ola görən bütövlüyünü, birlikte sabahın çaresi yoktur. Birliğimizi siz təmin elədiniz, sizə təşəkkürümüz var, minnətdarıq, Allah sizləri qorusun.